Yenicə istifadəyə verilən Lənkəran Peşə Təhsili Mərkəzində smart texnologiyalar tətbiq olunur. Bu, Lənkəran Astara iqtisadi regionu üçün böyük əhəmiyyət kəsb edir. Yeni infrastruktur peşə təhsilində bundan sonra daha müasir ixtisasların tətbiqinə imkan yaradacaq. Əməkdaşlarımızın mərkəzdən hazırladığı reportaja nəzər salaq. Ölkəmizdə peşə təhsili sistemi potensialının artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və müasir infrastrukturun yaradılmasının daha bir göstəricisi. Fevralın 25-də Prezident İlham Əliyevin açılışını etdiyi Lənkəran Peşə Təhsili Mərkəzi. Biz də Prezidentin izi ilə addımlayaraq buradayıq. Müasir infrastrukturla təmin olunan mərkəzdə təhsil alanlar üçün bütün şərait var. Burada tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi emalatxanalar yaradılıb. Məktəbdə həmçinin tədris fənləri üçün tam təchiz olunmuş sinif otaqları, laboratoriyalar, informatika, hərbi kabinetlər var. Bundan başqa kitabxana, yeməkxana, eyni zamanda 300 nəfərlik akt zalı da burada fəaliyyət göstərir. Yenidən qurma işlərindən sonra korpusların sayı 7-yə çatdırılıb. Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı üzrə təhsil alan birinci kurs tələbəsiyəm. Bu ixtisasda təhsil almamın səbəbi odur ki, biz bilirik ki, indiki dövrdə bütün sistemlər şəbəkə üzərində qurulub və bu şəbəkə üzərində qurulanda da mənim əvvəlcədən texnika üzrə marağım böyük olub. Ona görə də bu ixtisası seçmişəm ki, gələcək nəsillərimizə bu texnikada daha faydalı və təhlükəsizliyi qorumaq üçün bir mütəxəssis olmaq istəyirəm. Mərkəzdə yeni maddi texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kiber təhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma və digər ixtisaslar da daxildir. Mərkəz kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Burada müasir ixtisaslardan alternativ enerji ilə bağlı, hansı ki, indi bütün dünyada mövzu olaraq aktualdır, eyni zamanda bizim ölkəmizdə çox aktualdır. IT texnologiyalarla bağlı ixtisaslar var, hibrid və elektromobillərin diaqnostikası ilə bağlı, müasir kənd təsərrüfatı, bizdə qurulan istixana smart texnologiyalardan istifadə etməklə kənd təsərrüfatında yeniliklər həyata keçirmək mümkündür. Bu baxımdan eyni zamanda düşünürük ki, burada olan infrastrukturdan dövlət özəl sektorun əməkdaşlığı üçün də geniş imkanlar formalaşdırır. Mərkəzin ərazisində uzaq rayonlardan gələn tələbələr üçün 53 yerlik müasir yataqxana binası istifadəyə verilib. 2025-2026-cı il tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-ci qadındır. Buradakı imkanlar gələcəkdə tələbə sayını 1500-ədək yüksəltməyə imkan verəcək. Qeyd edək ki, mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.